2 stəkan şəkər, 1 stəkan yarım su, yarım limon suyu qoyuruq qaz sobasına, 10 dəqiqə qaynadıb şərbətimizi hazırlayırıq. 400 qram qoz ləpəsi, 300 qram şəkər, 1 çay qaşığı hil qarışdırıb içliyimizi hazırlayırıq. 1 stəkan ilıq süd, yarım çay qaşığı maya, 1 xörək qaşığı şəkər qarışdırırıq. Mayamızı həll edirik. 2 yumurta, birinin sarısını saxlayırıq üzərinə. 150 qram xama, 100 qram çərək yağı, 5 stəkan un, unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumuşaq, ələ yapışmayan xəmir olur. 20 dəqiqə mayalandırırıq. Mayalandıqdan sonra əlimizdə biraz öfkələyirik, maya gəlməsin. 2 hissəyə bölürük. Kündələyirik. Birini salafanın altına qoyuruq ki, qurumasın. Birini yayırıq. Çalışdığımız qədər böyük yayırıq, kənarlarını düzəldirik. Ara qatını yağlamaq üçün 250 qram kərə yağını əridirik. İçliyimizi videoda göstərdiyim formada əlavə edin. Əlinizlə yayın, kənarlarını, ortasını boş buraxın və kəsin. Rulet kimi bükürük. Aşağı hissəsini yapışdırırıq. İçliyi dağılmasın. Qabımızı yağlayırıq. Soba tavasına yığırıq. Əlimizdə biraz üzərindən basırıq, düzləşdiririk. 3 barmaq enliyində kəsirik. 1 yumurtanın sarısı, 1 xörək qaşığı duru yağı qarışdırıb üzərinə vururuq. Qoz ləpəsi ilə bəzəyirik. Əvvəlcədən isitdiyimiz 160 dərəcəli sobada 15 dəqiqə bişiririk. Tam bişirmirik. Götürürük, eyni yerdən kəsirik və qalan yağımızı da əlavə edib sobaya göndəririk. Tam bişdikdən sonra hər iki tərəfdən kəsirik. Soyuq şərbətimizi əlavə edirik. İzlədiyiniz üçün təşəkkürlər.